Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirində siz studiyada Aytaç Ziyədinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. Qorqanda iş yerləri bağlandı. Tədarükçülər 3 şəhərdə eyləm keçiriblər. Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 33 il ötür. Gilan valisi Rəş-Astara dəmir yolu xəttinin tamamı 4 aya açılacaq. Zelenski sabah Türkiyəyə səfər edəcək. Trump, Amerika ordusu dünyada ən güclüdür. İndi isə daha ətraflı. Gülüstan əyalətinin Qorqan şəhərində məcburi hicab qaydalarının pozulduğu səbəbindən bir neçə iş yeri bağlanıb. Bu haqda əyalətin ictimai yerlərə nəzarət polisi məlumat yayıb. Fəaliyyətinə qadağa qoyulan iş yerlərində İslam qaydalarının pozulduğunu deyib. İş yerlərinin bağlanmasının ictimai nizam-intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirildiyi bildirilib. Telekommunikasiya şirkətinin Qəzvin, Urmu və Həmədan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu haqda yerli sosial şəbəkədə məlumat paylaşılıb. Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqların pozulmasına etirazlarını bildiriblər. Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə eyləm keçirilir. Bugün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü il dönümü tamam olur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda, Gürcüstanın 1996-cı ilin mart ayında isə Tiflisdə Azərbaycanın səfirlikləri açılıb. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri 2020-ci ildən Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri isə 2018-ci ildən Zurab Pataradzedir. Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın Batumidəki ötən ildən baş konsulu Fuad Əzizovdur. Gürcüstanın Gəncə şəhərindəki baş konsulu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki hazırki baş konsulu Kaxaber Abdaladzedir. İki ölkə arasında imzalanmış sənədlərin sayı 120-dən çoxdur. Rəş-Astara dəmir yolu xəttinin tamamı 4 aya açılacaq. Bunu Gilan vilayətinin valisi Hadi Həkşanas bildirib. Onun sözlərinə görə son 7 ay ərzində Rəş-Astara dəmir yolu xəttinin 70 kilometr hissəsi istifadəyə verilib. Xəttin ümumi uzunluğu 162 kilometrdir və artıq 90 kilometri açılıb. Yalnız 70 kilometr qalır. Düşünürəm ki, yaxın 4 ay ərzində Rəş-Astara xəttinin tam açılışı başa çatacaq. İran hökuməti bu işdə qətiyyətlidir, vali qeyd edib. Həkşanas əlavə edib ki, xətt mərhələli şəkildə istifadəyə verildiyi üçün paralel olaraq rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri də aparılır. Valinin sözlərinə görə Rusiya ilə müqavilə bağlanmış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Qeyd olunub ki, Rəş-Astara layihəsinin ümumi tikinti müddəti 3 il olaraq planlaşdırılır. Hadi Həkşanas həmçinin bildirib ki, ötən ay Bakıda Azərbaycan, Rusiya və İranın iştirakı ilə 3 tərəfli komissiyanın iclası keçirilib.